Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kethiren tayyiben mübareken fî. Kema yuhibbu Rabbuna ve yerdah. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin. Kema sallite ala İbrahim'e ve ala ali İbrahim'e. İnneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin. Kema barakte ala İbrahim'e. İnneke hamidun mecid. Değerli kardeşler, Allah Subhanahu ve Taala'nın xeyir bereketi üzerinde olsun. Allah Subhanahu ve Taala bizleri bütün xeyirlere müvaffak etsin. Bizleri özünün razı kalacak əməllərə müvaffak etsin. Bildiğimiz gibi Allah Subhanahu ve Taala öz dinini kamil bir şekilde göndermiş ve onu bize tebliğatçı olaraktan da Muhammed sallallahu aleyhi ve sellem'i bize Resul, Nebi olaraktan seçip göndermiştir. Biz de bir Müslüman olaraktan Allah'ın bu çağrışına tabi olan kimse olaraktan biz de Allah'ın peygamberine tam yeginlikle, tam bütün etraflı şekilde biz peygamberimizin sallallahu aleyhi ve sellemin çağrışına cevap vermeliyiz. Böyle olduqda biz həqiqi surətdə Allah'ın bizden istediği o dini yaşamış olarıq. Əks halda yani din heç də, yani nə mənim, yəni sənin fikirləri üzərində qurulmuyor. Dinin artıq fikirlər qurulub, artıq əqidə məsələlər olsun, istər belə gündəlik yaşamımızda olan muameleler olsun, alışveriş, her bir şeyi Peygamber sallallahu aleyhi ve sellem açık şekilde bize yararlı şekilde beyan etmiştir. Ve bize kalan odur ki biz bunu öğrenmemiz ve buna emel etmemiz gerekir. Bu da yani ya öğrenmeyle ya da ki böyle meclislerde çok iştirak etmeyle. Evvelden görürsün ki kimlerse belə məclislərdə iştirak edənlər, belə məclislərdə iştirak edənlər, ilim məclislərində özellikle belə kiminsə xeyir danışan kimsə, qulaq asan kimsə ilə başqa kimsələr arasında həqiqətən yəni, baxıb dərk edən insan üçün böyük fərqlər var. Çünkü insan özü öyrənə bilmirsə və ya kiməsə qulaq asıb öyrənirsə, əlbəttə ki, bu yəni mücərrəd şəkildə yəni, özü öyrənə bilmirsə, vaxtı yoxsa və ya ki, hər hansı bir vasitələrlə öyrənə bilmirsə, ən azından qardaşlar belə məclislərdə gəlməyə həris olmalıyıq. Ən azından bilirik, yəni bu mərasimlər var, yəni burada heç kim zorlanmır və ya da heç kimsə məcbur etmir və burada biz Allah'ın kəlamını oxuruq və biz də yəni mənhəvcimiz və ya da ki bizim aleykümselam bizim qayəmiz olur ki biz Allah Azze ve Celle'nin bize buyurduğu bu dini olduğu şekilde, mükemmel şekilde yaşayaq. Əks halda yani belə deyək də əziyyət çəkdikdən sonra sənə qalan ancaq əziyyət olur. Bundan biz Allah'a sınırıq. Bugün də yəni belə bir mövzu istəyirəm ki sizə danışayım. O da bundan ibarətdir ki vücubu mutabaati Resulullah sallallahu aleyhi ve sellem. Peygamberimiz sallallahu aleyhi ve selleme tabiçiliğin vacib olması. Yani bu ne mənaya gelir? Biz her bir halımızda, her bir əməlimizdə, her bir yani bu xüsusəndəki bu bizim ibadet məsələlərində olsun. İbadet məsələlərində olsun. Bu məsələləri biz mütləqdir ki biz sonda Peygamberimiz sallallahu aleyhi ve sellemin buyruğuna qayıtmalıyıq. Ki o məsələdə nə buyurdur? Bunu hamı işdir. Bu məsələni hamı işdir. Hamıya bu heç kimə yeni bir məsələ deyil. Lakin belə əyani şəkildə tətbiqə baxdıqda yəni çox qardaşda yani bunun əksini görürsən. Bu nəticə yəni oxunulur, keçilir, lakin nəticəyə varılmır. Baxırsan ki, müəyyən bir məsələlərdə qardaşlar böyük məsələlərdə baxsan yaxşıdırlar. Bəlkə bəzən qardaşlar arasında müamilələrdə baxsan bəzi zəifçiliyə yol verirlər. Bu da yenə də Peygamber sallallahu aleyhi ve selleme həqiqi şəkildə tabi olmanın əksidir. Peygamber sallallahu aleyhi ve sellem tabi olmak deyildikdə, yani Peygamber sallallahu aleyhi ve sellemin öz sahabeleri, öz həmyaşıtları, öz ətrafı ilə necə idisə, hansı formada, hansı şəkildə o Peygamber sallallahu aleyhi ve sellem ətrafı necə danışırdısa, necə yaxşıdırsa, yani hamıya eyni gözlə baxırdı. Və bizdən olur kimsə qardaşı görür, xoş görür, lakin kimsə xoş görmürsə onu müəyyən bir ona karşı özümüzdə dəyişiklik hiss etdiririk. Ya özümüz hiss etdiririk onu, ya da ki özümüz hiss etdirməkdə qarşı tərəf onu hiss edir. Və Peygamber sallallahu aleyhi ve sellem mənhəci tamamilə bu kimi xüsusiyyətlərdən arınmışdır. Peygamber sallallahu aleyhi ve sellem hamıya xoş üzlə, xoş rəftarla, yəni gülər üzlə baxardı. Heç bir kimsə arasında fərq qoymaz idi. Fərq qoyardısa onu da müəyyən bir vasitələr, elə bir fərq qoyardı ki, onu qarşı tərəf onu anlamaz idi. Bunun üçün biz nə etməliyik?
İster öz aramızda olan davranışlarda olsun, ister alışveriş olsun, ister her hansı bir mesele olsun. Bu xüsusən də ki, bunu biz ibadet meselelerinde bunu vurguluruq ki, yani bu meselede biz Peygamber sallallahu aleyhi ve sellem getirdiği şərtə uymalıyıq. Ama yerde qalan qıraq meselelerde biz yenə də Peygamber sallallahu aleyhi ve sellem özünün düstur, nizam, qayda götürməliyik. Olur bəzən qardaşlar arasında mehribanıq, yaxşıyıq, hər bir şey halal, haram tanıyırıq, lakin təkliyə çəkildi və ki, ticarətə qarışdıqda və bazara getdikdə, lakin bunu özümüzdə yaşada bilmirik. Nədir? Bu da nədən irəli gəlir? O da onun irəli gəlir ki, biz ilk hamlədə deyirik, ilk addımda, ilk baxışda biz doğru düz Peygamber sallallahu aleyhi ve sellem olan mutabamızı, yani tabiçiliğimizi olduğu kimi güzel şekilde göstermemişik. Aydın bunun, yani sen eğer bir əməldə ihlaslı şekilde olarsansa, yani biz ihlaslı deyilikdə daim eşitdirikdə kimsə ihlaslı olun. Bu şərt deyil ki, sen müəyyən bir ibadet olsun, müəyyən bir zəkat vermək olsun və hər hansı bir sədəqə verin, bunu yok. Hətta sen Peygamber sallallahu aleyhi ve selleme olan tabiçiliğində səndə ihlas olmalıdır. Bunu Allah üçün etməlidir. Səndə olmalıdır ki, sen bunun qarşılığını, nəticəsini gör. Hər bir əməlin bir qarşılığı, bir nəticəsi var. O nəticə, onun da nəticəsi nədir? Onun da nəticəsi odur ki, biz Peyğəmbərimizin sallallahu aleyhi ve sellem gətirdiyi bu dini tam şəkildə öz həyatında yaşada bilirik. Əgər biz ilk vaxtdan ixlası, tabiçiliyi mükəmməl şəkildə özümüzdə, əqidəmizdə, mənhəcimizdə oturttursaydıq, əlbəttə ki, gələcək illərdə bunun bəhrəsini gözəl şəkildə görərdik. Yəni hamıya məlumdur ki, bizlər yəni belə uşaqlıqdan belə dindar olaraqdan böyüməmişik. Və bu səbəbdən dolayıdır ki, bizdə bəzi o nəfsani xüsusiyyətlər var, təqid bilmədiyimiz. Onlar ilk İslam'a girdikdə hamı ilə gözəl, xoş üz, o iman dərəcəsi qalxdıqda o bəzi o xoşa gəlməz xüsusiyyətlər insanda aşağı düşür, səviyyə aşağı düşür. O ki iman köhnəlir, bu da insanlara bəlli bir şeydir ki, insanda olan iman köhnəlir. O köhnəldikdə, iman zəiflədikdə, belə məclisədən uzaqlaşdıqda, tənhalığa çəkildikdə, o səndəki olan əsli o pis xüsusiyyətlər üzə çıxır. Üzə çıxır və bu sənin ibadətinə maneçilik törədir. Bunun üçün də biz hər bir tərəfli olaraqdan, hər bir halda biz mutabamızı, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem tabiçiliğimizi əyani şəkildə, fərdi şəkildə göstərməliyik. Kiməsə bunu hiss etdirməliyik ki, mən həqiqətən Peyğəmbər sallallahu aleyhi ve sellemə uyan bir kimsəyəm. Mən nə bir o adi bir qardaşda olan davranışda olsun, istər ailədə olan davranış olsun, istər yad kimsə olsun, olan davranış olsun, mən Allah üçün bu dinə gəlmişəmsə, öz nəfsi istəyimi o kiminsə qəzəbinə girdikdə, kim də mənim qəzəbləndirdi, öz nəfsi istəyimi artıq büruzə verməməliyəm. Çünki sən həqiqi surətdə Peyğəmbər sallallahu aleyhi ve sellem iman gətirmisənsə, sən bilməlisən ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dini yaşaması, onun əhkamları, insanlar müamiləsi necə idi? Peyğəmbər sallallahu aleyhi ve sellem daima insanlar üçün gəzəndə, yolda gəzdikdə Peyğəmbər sallallahu aleyhi ve sellem heç vaxt qarşıda gedib iki nəfər arxasına salmaz idi. Çünki bu o vaxtın zadəganlarının, böyük insanların gəzdiyi, yəni indiki günümüzdə göstər ki, böyük kimsələr gəzdikdə özü qabaqda gedir, arxada kimsələr gəlir. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellemin həddindən artıq təvazökarlığındandır ki, təkəbbürlüyünə uzaq olmasına ki, iki səbəb kimsənin arasında gəzərdi. Bu zaman bərabərlik ortaya çıxır. Aydındır. Biz bir sözlə hər bir halımızda Peyğəmbərimiz sallallahu aleyhi ve sellem olan tabiçiliğimizi əyani şəkildə büruzə verməliyik. İnsanlar bunu bizdən hiss eləməlidirlər ki, bu həqiqətən Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olur. Bəzən eşitirik ki, qardaşlar barəsində əlbəttə ki, bu yəni haqsız olan iftiralardır. Lakin onu kimlərsə hiss elətdiriblər ki, qarşı tərəfə, cahil təbəqəyə, nadan təbəqəyə, hətta bizə bu iftiraları atırlar. Ona görə hər bir kimsə, ümumi, bizim iki halımız var. Bir ümumi halımız, bir var xüsusi, fərd bizim halımız. Belə ümumiyə gəldikdə hamımız yaxşı, hamımız, yəni əhl-i-sünnə olaraqdan hamımız yaxşı tanıyır. Amma ki, fərdlərə gəldikdə, mənə, sənə gəldikdə isə bəzən bu dəyişiklikləri, ümumidə olan fərqləri dəyişikliklər xüsusilə hiss edə bilmirik və ya hiss elətdirə bilmirik. Kimlərsə bizdən hiss elətdirmir. Ümumi olaraqdan deyirlər ki, qardaşlar yaxşıdır. Amma ki, filan kəs, burada naqislik yaranır. O özü ilə, yəni deyəcək ki, o pis xüsusiyyət onunla yetinsəydi, yox.
qutalmır da. Necə ki məsələn riya edirsən Allah üçün deyil, əməlin puç olur, heçə olur. Yox, ondan əlavə sən əgər riya edirsənsə, onun aqibəti olaraqdan kiçik şirkdir. Onun da aqibəti hamı bilir də. Onun bağışlanır yenə Allah Subhanahu va Taala'nın iradəsi altındadır. Onun üçün kimsə görsə ki biz yəni özü fərd olaraqdan deyək, yəni sünnəyə və ya Peyğəmbər sallallahu əleyhi və səlləm tabelikdə nalayıq hərəkətlər var, özünü yığışdırmalı qardaş. Çünki sən artıq Peyğəmbər sallallahu əleyhi və səlləmin bu yoluna yönəlmisən. Əgər sən bu yola çıxmısansa, bu yola qədəmlərini qoymusansa, özünü arxada olan əvvəlki xasiyyətlərini silmisənsə, sən qardaş, sən başqa bir həyata, başqa bir pəncərədən önce baxış açını dəyişməlisən. Sən baxış açın necə olmalıdır? Allah Resulü sallallahu aleyhi və səlləmin baxış açı, o necə buyurubsa, yəni bunu biz unutmayaq. Bu yəni o demək deyil ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ancaq biz Peyğəmbər sallallahu aleyhi və səlləm tabi olmuyor. Yox, bizim Peyğəmbər sallallahu aleyhi və səlləm olan tabiçilimiz Allah'a olan tabiçilimizdir. Və biz də Allah'a aparan yolda bizə mütləqdir ki, biz bu yolda müəyyən bir kimsəni özümüzə örnək götürməliyik, öndər götürməliyik. O bayrağı aparan bir kimsəni təyin olunub, onun arxasınca getməliyik. Allah Subhanahu Teala bilən idi ki, bu dini əgər Peyğəmbərə ehtiyac yox idiysə, ancaq Quranla kifayətlənmək kimi bir xüsusi olsaydı, heç vaxt Allah Teala özünün dinini təbliğ etmək üçün müəyyən bir qulu, müəyyən bir peyğəmbəri, müəyyən bir şəxsi seçib risaləni tamamlamaq üçün göndərməz idi. Peyğəmbərimizin göndərilməsində belə əlavə bir dəyər var. Əlavə bir dəyər var. O dəyəri ancaq dini Allah'ın istədiyi şəkildə yaşamaq istəyən insan başa düşür. Amma ki əks insanlar bunu başa düşmür. Ancaq Qur'anın nazil olmasıyla kifayətlənirlər. Əgər nazil olması kifayətlənmək bizə vacib olsaydı, yaxşı bu peyğəmbərin onu təbliğ etməsinin nə məqsəd var idi ki? Allah Teala kitabını bir dəfəyə endirərdi, oxuyun və onu qorunmasını Allah Teala həvalə edibsə, onu artıq Peyğəmbər sallallahu aleyhi və səlləm yaşama ehtiyac yox idi. Aydındır. Bu məsələ böyük məsələdir. Biz hər ətraflı şəkildə həyatımızı Peyğəmbər sallallahu aleyhi və səlləmin dininə uyğun şəkildə yaşamalıyıq. Deyirik, hamı yaşayır, deyir, hamımız söylüyor. Lakin mən bunu bəzən görmürəm. Hamı bilir ki Peyğəmbər sallallahu aleyhi və səlləm demiş ki, kimsə cümə namazı gəldikdə kimsənin üzərinə atlayıb, üzərindən çiyindən tapdalayıb keçməsin. Hamı eşitib bunu. Uşağımızdan böyüyək. Lakin bunu biz oturuq, belə arxamızı çevirdikdə, lakin qardaşların onu əməl etmədiyini görür. Hani Peyğəmbər sallallahu aleyhi və səlləm olan mütabaa, hani Peyğəmbər sallallahu aleyhi və səlləm eşitdiyin hədisə tabiçilik. Bu və s. bu kimi əməllər qardaş, öz aramızda bu şeylər, bu naqisçiklər var. Bunu biz nə etməliyik? Bir mənalı olaraqdan özümüzdən bunu xatircəm etmək, özünü yığışdırmalıyıq, qırağa qoymalıyıq. Sən başqa bir insansan. Sən Allah'ın yaşadığı, Allah'ın verdiği insanlar içərisində seçilmiş, Allah'ın dinini, İslamı, İslamı və xüsusən də ki, əhlüsün olan bir insanla sən seçilməlisən insanlardan. Həm bu davranışında, həm alışverişində sən yəni burada haram var, burada halal var. Haramın daha genişliği, müəyyən bir vasitələrlə, müəyyən bir fətvalarla, zəif fətvalarla arxasından getməməlisən sən. Haram bəllidir, halal da bəllidir qardaşlar. Bundan sonra biz Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmalıyıq. Necə ki Ayşə radiyallahu anhadan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bunu açıq aydına, əyani şəkildə bilir ki, kim bir əmələ qalxışar və o etdiyi əməl, burada yəni şərt deyil, böyük ibadət olsun, namaz kimi, oruç kimi, zəkat kimi, hər hansı bir əməl olsun, hər hansı bir əməl. Çünki insanın hətta etdiyi bu içdiyi suyu, yediyi yeməyi ibadətə çevirə bilir. Biz daha böyük əməllərdə danışırıq. Bu kimi əməllərdə səndə mütləqdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunun ibadət olaraqdan sənin həyatında əməl dəftərinin yazılması üçün sən bunu Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğu şəkildə halalın halal olmasına, haramın da haram olub uzaq olmasına, hansı əllə yeyib, hansı nemətlərlə yeməlisən, bunu diqqət yetirməlisən ki, hətta əməlin qiyamət günündə Allaha ərz olunduqda orada xeyir əməllər tapasan. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni kim bizdən olmayan bir əməl edərsə, o qiyamət günü ondan rədd olunur. Fərcə sən müəyyən bir əməl edirsən, müəyyən ibadətlər edirsən, lakin qiyamət günü onun əcrini umduğun bir zamanda görürsən ki, o əməl Allah üçün deyil. Və o əməl əsnasında misal olaraqdan getmişsən cümə namaza, iki nəfərin arasında Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki,
İki neferin arasında icazesiz oturulması haramdır. Deməli haramdır. Donuz eti haramdır. Belli diyor. Bu da haramdır da. Fark nedir ki? O ümumi haramdır. Hamı bilir. Bütün el alem bilir. Bunu ise bilene iki nefer bilir. Hiç kim bilmez. Çünkü donuzun haram olmasıyla onun meşruluğuyla iki neferin arasına girmesinin haram olması eyni değil de. Bu daha globaldır. Bu ise xüsusi də müəyyən kimsələr bəllidir. Baxsan bunu çeynəyirsən. Aydındır. Bunu etmək olmaz. Bəzi insanlar olur sənin o hərəkətinə görə o səhvi tərgiyib başqa yerə gedir. Aydın, ona göre biz her bir halde Peygamber sallallahu aleyhi bu barədə Peygamber sallallahu aleyhi ve sellem'den müəyyən hədislər var. Yani kim geldiyse müəyyən yerə o kimisi əziyyət vermədən. Qabağa getmə olmaz mı? Gəlsən cümlə namazına. Yok, qabağa getmədə yox. Kimsələrin də arasını yarıb, kimlərə görsən ki orada müəyyən bir ara var. O araya sen onlardan icazəsiz girməməlisən. Bir başa girip onları ayırıp oturup ona əziyyət verməməlisən. Soruşma ya gözləməlisən, ya da deməlisən ki, qardaş icazə olar mı girim? Olarsa buyur. Əks halda sənin üçün gəlib o cumanın əcrini gözləyib götürməyin daha üstündür. Aydın, burada məsələ budur. Biz tabiçiliyimizi bu kimi xırda əməllər, böyük əməllər elhamdülillah nə Allah'a şərik qoşuruq, nə faizimiz var, yəni nə zinamız var və s. bu kimi əməllərdən hamımız yeteri qədər eşitmişik, yeteri qədər doymuşuq. Lakin bu xırda bildiyimiz əməllərdə qardaş naqislik var. Biz bu əməllərdə özlərimizi yığışdıraq, özümüzü düzəldək. Allah Teala bizləri xeyirlərə müvəffəq etsin. Deməli biz bilirik ki, Allah Subhanahu Teala bizlərdən yalnız salih, savab əməlləri qəbul edir. Salih, yəni ixlaslı, savab isə Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müvafiq olan əməldir. Bunun elə Şeyxülislam İbn Teymiyyə deyir ki, yəni şəhadətü ən la ilahə illallah sözün elə həqiqi mənası elə budur ki, Allah Teala ki, liyəbluvakum eyyukum əhsanu əmələ, yəni sizin hansınızın daha gözəl əməl edən kimsə olduğunu bilmək üçün. İmtihan budur burada. Ki ne için insan gönderilip, ne için bazen bu yani qıraq fikirler elbette ki bize dahil olur, eşitirik. Biz demek iller boyu dedik ki kardeş bidət əhlinə qulaq asma, o ateistlər qulaq asma, fitnəkarlar qulaq asma. Amma ki heç kim bunu dinləmir. Sonra bunu hardan bilirik dinləmədiyinə? Gəlib onların, çünkü biz de o hemen ki o sosial şəbəkədə bizlər də varıq da. Bizlər də eşitirik onların şübhələrini. Ama şübhələr əslində bilen kimseler için adi bir şüpheler. Lakin cahil insan için, bilmeyen insan için o şüpheler büyük şüpheler. Onun bize veya kimlerse sual ünvanlamasından görür ki demek o kimseler hemen ki o kimseler onları kulak asıblar. Aydındır, kulak asıblar ve sonunda ne olurlar? Baksan ki müəyyən bir vaxtdan sonra o şüpheler onun içinde böyür. Hatta etiqad halına girir, soruşmur, örgənmir. Allah alem öldükten sonra akibetin ne olacağını bilmirik. Burada deyir ki Allah Teala Mülk Surəsində oxuyuruq ki, yəni həqiqətən belə baxsaq ki biz Allah Teala'nın müəyyən hər hansı bir əməli Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində et deməsində deməli orada nəsə sirlər var. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm boş yere bizə demir ki, yatınca qədər Mülk Surəsini oxuyun. Deməli orada bizim həyatımız üçün, gündəlik həyatımız üçün axşamı günümüzü başa vurduq axşamda müəyyən bir əməllər var. Müəyyən bir sirlər var o suranın içində. Hətta özümüzü sonda analizdən keçirək, özümüzü belə sirkələyək, ələkdən keçirək, görürsən mənim əməlimdə hansı əməllər var ki, Allah Teala hətta Peyğəmbər sallallahu əleyhi və səlləm oxumazdan əvvəl bu suranı bizə buyurub ki, oxumazdan əvvəl, yatmazdan əvvəl bu suranı oxuyun. Nə var ki orada Peyğəmbər sallallahu əleyhi və səlləm daima insan bu şeylə fikirləşməlidir. Nə üçün o əməli orada dedi? Nə üçün o Quran orada oxunmalıdır? Nə üçün Kaf surəsi oxunmalıdır? Və ya nə üçün yatmazdan əvvəl Mulk surəsi oxunmalıdır? Nə var orada? Aydın, mücərrəd belə şifaya oxumaq yox. Əvvəllər Mulk surəsinin adı mənya idi. Yəni cəhənnəm odundan, qəbir azabından qorunmaq idi. Burada həmçinin bizə nə buyurur? Liyəbluvakum eyyukum əhsanu əmələ. Deməli biz bilirik ki, burada həyata gəlməyimizdəki qayə nədir? Məqsəd nədir? İmtihan və hansımızın da gözəl əməl edib etməməyinin sonunda imtihanı var. Gözəl əməl hansıdır? İxlaslı olan savab əməl də odur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sünnətinə tabeçilik olur. Əgər o tabeçilik yoxdursa, qardaş özü boş yerə yorma. Yəni burada elhamdülillah bizdə yəni bidət əhli yoxdur içimizdə, bidətə tabein yoxdur. Lakin əvvəl dediyim o xırda mutabaya, yəni tabeçi olan tabeçilikdən əks olan o əməllərdən qardaşlar özümüzü sakındıraq, özümüzü o şeylərdən uzaqlaşdıraq. Əks halda yəni qıraq tərəfdən bizə irad tutulur.
İrad tuturur, bax belə edirsiniz. Falan kəslər, qardaşlar belə edir. Hətta özümüzü eləyərək ki, bu kiməsə ünvanlanmır, hamıya şamildir bu. Yəni kiməsə deyil, özümə də aiddir bu. Birinci daimi özümə bunu nəsihət edirəm. Yəni bu ayə barəsində, Mulk surəsinin 2-ci ayəsində Fudayl ibn İyad rahimehullah deyir ki, "Əhsənəl əməl əxlasuhu", yəni ən gözəl əməl dedikdə, əhsənül əməl dedik burada ən ixlaslı olanıdır. Həqiqətən belə baxsaq ki, ixlas danışırıq da, hamı danışırdı ixlasdan. Yəni vacibdirmi ki, bu qədər hamı baxsan ki, əlinə telefon belə danışmaq ixlasdan danışır. Bəli, əlbəttə aiddir. Baxın, əvvəlki ümmətlərin başına gələn bəlaları bir belə düşünün. Nələr gəlib olan başına. Allah Teala elə qövmləri qaldırıb, o kəndi qaldırıb göyə, əməllərinə görə, Lut qövmü etdiyi əməl, pis əməlləri qaldırıb, başı aşağı yerə qoyub, ha? Başqalarının üzərinə külək göndərib, səs göndərib və ya müəyyən əzablar göndərib. Amma baxır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinin belə şey yoxdur. Var mı? Daş yağması, fırtına gəlməsi, Nuh Aleyhisselamın qövmünə kimi göydən sanki deyir, o belə bizim çay yoxdur, sanki deyir göydən aşağı çay axırdı. Elə vəziyyət idi, bəla gəlibdi artıq. Amma ki bizim ümmətə gələn bəla onların ümmətə gələn bəlalardan əyani, hamımızın şahid olduğu bir dəfə yox olan əməldən, bəladan daha pisdir. O da bizim ümməti həlak edən, insanlarımızı həlak edən yeganə bir şey var. O da riyadır, qardaş. Riya, əməl edirsən, qardaş var, məsəl üçün belə yoxlamaq etsən və deyirsən ki, məsələn, sən çoxu dəfə namazlara birinci dəfə niyə gəlmirsən? Qardaş, gəlirəm deyir də, görmürsən, sən görmürsən. Sən görmürsən. Deməli, o ixlas, orada şey gəldi, xələl gəldi ixlasa. Nə etməliydin? O anda sən nə etməliydin? İnşallah gələrəm. Deməli, biz ixlas belə bir mühüm əməldir. Bizim ümməti həlak edən, gizli həlak var ha bizdə. O bu ümmətlər kimi belə toplu şəkildə həlak olun. Bizdə isə fərd ixlasa, maniçilik ixlasa xələl gəlir, riya gəlir. Baxırsan ki, əziyyət çəkib, maddi, mənəvi, cismani olaraqdan müəyyən əməllər var, edirsən, Quran oxuyursan, həccə gedirsən, ümid edirsən, lakin bu əlində olan bu vasitə, bu telefon səni həlak edir. Ya şəkil, ya başqa əməllər, video və ya bu kimi əməllər bizim ümmətin görünməz bəlasıdır. Biz bunu dərk etməliyik. Biz nə üçün Peyğəmbər sallallahu əleyhi və səlləm bizə deyib ki, senin əməlləriniz iki şey olmazsa qəbul olmur. Demək qəbul olmursa, demək bunun arxasında deməli xüsran var da. Yəni məsələn bir əməl edirsən, bilsən ki, sənə kimsə verir ki, bu dəni apar götür, buğdadır, ək, amma sənə deyir ki, bu əksən bitməyəcək bu. Gedib bunu əkərsən, əkməz heç ki ağıllı bir insan buna qalxışmaz. Həmçinin bizim etdiyimiz bu əməl də gərək sünnəyə müvafiq olsun. Sünnəyə müvafiq olsun və burada ixlas olmalı, qardaş. İxlası qorumaq rahat şey deyil. Əgər rahat olsaydı, Allah Teala onu edin deməz idi. Peyğəmbər sallallahu aleyhi və səlləm əməlin qəbulunda bu ikisini belə daima bayraq kimi tutmaz idi. Əməl edirsənsə ixlas var orada, ixlas olmalı, sünnəyə tabiçilik olmalı və s. Çalışmaq lazım. İnsan özü-özünə onu bacaran deyil. Heç kimsə, nə mən, nə sən, nə filan kəs, hətta Peyğəmbər sallallahu aleyhi və səlləm olsa belə, onu özü-özünə bacaran deyil. Onu biz, yəni Fatiha surəsi, nəyə görə Allah Teala bizə Fatiha surəsini namazda 5 dəfə oxutdu, hər namazda, hər rəkatında oxutdurur, sünnələr və s. Demək, burada nəsə var da bu suranın içində, nəsə var ki, bizi Allah Teala onu təkrarlatır ki, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil alemin, Errahmanirrahim, Maliki yevmiddin, o əzəmətli gün var, İyyâke na'budu və iyyâke nesta'in. Deməli, burada deyir ki, yəni mənim ibadətim, əl-isti'anə, mənim sığınmağım səndəndir. Zəhəbəl-zəmə və btəllətil-uruq və thəbətəl-əcru. Yenə də inşallah. Əməl etdin, qalxışdın, filan səhərdən axşama kimi Allah üçün ac qaldın, halalları üzvə haram etdin o saat əsasında, sonda dua edirsən və sonra nə deyirsən? Elə bir məşiyyəti, qəbul olmağı yəqinliyən Allahın iradəsinə bağlısan yenə də. Onun üçün qul daima Allahın möhtac, Rəbbinə möhtacdır. Bu möhtaclığı biz böyük əməllərdə yox, böyük məsəl üçün iftikan vaxtı ki, Allah mənə yardım edir, iftikmək istəyirəm, gücüm çatmır və ya maşın almaq istəyirəm və s. Böyük əməllərdə Allaha yönə. Ondan əvvəl sən xırda bu 10 qəpi vermək istəyirəm Allahım, onu mənim üçün ixlaslı elə ki, mən onu verə bilim.
Aydındır. Sən əməlin böyük, Allah Teala heç vaxt əməlin böyüklüyünə, kiçikliyinə nəzər salmır. Nə də ki, sənin qaşına, gözünə Allah Teala nəzər salmır. Sənin qəlbindəki onu verən o sevgi var, sevgi verir sənə, Allah Teala verir. Allah Teala ona nəzər salar. Allah Teala heç vaxt cismə nəzər salmaz. Çünki əgər cismə nəzər salmaq biz naqis qullara aiddir. Kiməsə dəyər vermək üçün onun xarici görünüşünə, ya da ki cibinin genişliyinə bəzən hörmət görürük. Lakin Allah Subhanahu Taala da bu xüsusiyyət yoxdur. Biz naqisik bir bizdə olmalıdır, lakin bunu biz özündən yığışdırmalıyıq. Bundan sonra İbn Üseymin, Muhammed İbn Salih İbn Üseymin rahimehullah, hamdülillah alimdir. O yani mutabə barəsində bir 6 dənə əsaslar zikr edir ki, əsas yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyin xülasası buradan keçir. Əgər səndə bu varsa, demək əməllərin xoşdur sənin üçün. Birinci olur ki, ən təkunəl ibadətun muvafəqətən li şəriəti fi səbəbihə. Yəni sənin etdiyin əməl şəriət səbəbi ilə şəriətin buyurduğuna müvafiq olmalıdır. Şəriət buyruğuna olmalıdır. Sən Peyğəmbər sallallahu aleyhi və səlləm sevə bilərsən. Sən Peyğəmbər sallallahu aleyhi və səlləmə olan məhəbbətini göstərə bilərsən. Allah Teala bizdən bunu tələb edir. Ki Peyğəmbər sallallahu aleyhi və səlləmi əzizləyin, onu sevin, onu tərifləyin. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tabiçiliyi də yenə də o şəriətin buyurduğu səbəb, yəni o dairə ətrafında olmalıdır. Yəni sən Peyğəmbər sallallahu aleyhi və səlləm sevirsən deyib onun mövdünü etməyin, bu kimi bidətlər etməyin, o sevginin tam əksidir. O sevgi ola bilməz. Və s. Bunu mən bir də misal kimi çəkdim. Başqa əməllər də ola bilər. Sən əgər deyirsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənim öndərimdir, mənim başçımdır, o nə deyirsə olmalıdır. Baxın, xırda əməllərdə öz nəfsinə hakim ola bilmirsən. Qardaşa əziyyət verirsən. Aydın. İkincisi odur ki, ən təkunəl ibadə muvafəqən şərifi cinsiyə. Etdiyi əməl cins baxımından, növ baxımından, böyle cism baxımından şəriətin buyruğuna müvafiq olmalı. Əks halda müvafiq olan deyil. Misal üçün Allah Teala qurban üçün bizə iri boynuzlu, məsələn inək, dəvə, qoyun kəsməyimizi buyurur. Keçi də buna daxildir də. Hətta camış da ola bilər deyənlər var. Amma ki sən at kəsməyin cins baxımından fərqlənir. Qəbul deyil. Aydındır. Sənin gücün ona çatsa və səndə ondan ilxi olsa belə səndən qəbul deyil. Cins baxımından Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi şəriətə etdiyin əməl müvafiq olmalıdır. Üçüncüsü, ən təkunəl ibadətun muvafiqdən şəriəti fi keyfiyyətihə. Keyfiyyət baxımından Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi şəriətə sənin əməlin müvafiq olmalıdır. Aydındır. Məsəl üçün, zöhr 4 rükətdir. Məsələn, əsrdə 4'dür. Sən onu 5 qılsan, o sən bu keyfiyyətə bu keyfiyyət, bu misallarda üzr istəyirəm. Məsəl üçün, sən keyfiyyət baxımından, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm buyurduğu dəstəmaz alma şəklinə müvafiq olmalı. Necə deyib? Vardı məsələn, əl yudun, üz. Amma sən məsəl üçün, ilk başlayanda keyfiyyət baxımından necə buyurulubsa, onu müxalif oldun. Ayağını yudun, sonra başına məs çəkdin, sonra qulaqlarını şeylədin, ağzını su aldın. Deməli, şəriətin buyurduğu dəstəmaz keyfiyyətinə müxalif olur. Bu da səndən qəbul olan deyil. Bunu həlumma cərran, yəni bunu başqa hər bir misala, yəni hər bir əmələ bunu şamil edə və bunu o həmən bu qaydaya, bu əsasa onu qoya bilərsən. Üçüncüsü odur ki, zaman baxımında ən təkunə ibadə muvafiqən fi zəmən. Zamana uyğun olmalıdır. Etdiyin əməl zaman baxımından şəriətin müvafiq olmalıdır. O nədir? Zaman baxımından hansıdır? Məsəl üçün insan deyək ki, indi Şəvval ayındayıq da, Şəvvalın 6 dənə orucu var. 3 dənə tutmuşsan, ay çıxır, qusalıb deyirsən, yox mən Allah Teala qəbul edəndə bizdə çoxu dəfə bu əməl bizdə daha çox yayğındır da. Aydındır. Allah Teala qəbul edəndir. Sən deməli Şəvvalı yox, gələn ayda sən bunu tamamlasan, deməli sən zaman baxımından o əmələ müxalif oldun. Həmçinin Ramazan da buna daxildir. Ramazan orucu, fərzi Ramazan ayında buyurulub. Sən o Şəvvalı tuta bilməzsən. Deməli, etdiyin hər bir əməl buyurulan zaman dairəsində olmalıdır ki, hətta Allah Subhanahu Taala tərəfindən qəbul olunsun. Axırıncı olaraqdan ən təkunəl ibadəti muvafiqən şərifi məkanə, məkan baxımından etdiyin əməl şəriətin qoyduğu qayda qanuna müvafiq olmalıdır. Məsələn, kimsə həccə gedir, həcc
burada Mina var, Arafa var, Müzdelife var. Sen onların yani Arafada durmak lazım olduğun bir zamanda gitmişsən Müzdelife'de durmuşsan. Veya da ki Arafaya durmamışsan çünkü o mekan bakımından hac Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur ki hac nedir? Arafadır. Arafa yoksa hac bir rukunu yoksa amel kabul değil. Onun için de eğer sen bir amelin mekan bakımından o amel o mekanda fərz buyurulub. Onu o amele xələl gətirdinsə, ona nalayı yanaşdınsa veya ki onu etmedinse o amel senden kabul olan değil. Bunun için de biz bu xüsusiyyətləri özümüzdə, əməllərimizdə yaşatmalıyıq. Allah subhanahu wa ta'ala bizleri Peygamber sallallahu aleyhi ve sellemin sünnesine tam şekilde, kamil şekilde. Çünkü Allah Teala'nın bizden buyruğu, isteği, buyruğu budur ki sen onun öz dinine kamil şekilde giresin. Bir tarafın çölde kalıp bir tarafın İslam'da yok. Kamil şekilde kardeş. Senin eğer kulağın girdiyse gözünle girmelidir. Ayrı bu haram bakımından diyelim de. Gözün kulağın girdi, ağzın da, dilin de, elin de girmelidir. Sen Allah Teala'nın dinini, Allah Teala'nın isteği formada yaşama çalışmalısın. Bunun için de biz aciz kulları burada çıkış yolu nedir? Her bir namazda veya ki başka vaxtlarda duanın qəbul olmaqda Allah Teala'dan yardım istəməliyik. Allah Teala'nın bize buyurduğu adlar var. O adlarla kim yakınlaşar Allah Teala'dan istəyərsə, Allah Teala ona istediğini artıqlaması da verir. Bil ki senin Rabbim Xəzainus semavati vel ard. Bu heç dərk edirsiniz bu nə məna gəlir? Allah Teala göylerin ve yerin xəzinələrin sahibidir. Malik yevmiddin diyor Allah Teala. Yani bu Malik yani bizim təsəvvür olunmayacaq qədər əzəmətli bir varlıqdır. O da Allah Teala'dır. İstede kardeş Allah Teala'dan yardım ise Allah Teala elbette ki sana yardım edecek. Allah Teala bize istifade etsin. Ve sallallahu ala nebine Muhammed ve ala alihi ve sahbihi ve sellem.